son 2 ay ərzində Bravo Supermarketlər şəbəkəsi qiymət uyğunsuzluqlarına görə 4 ayrı fakt üzrə cərimələnib. Cərimələr Anti-İnsar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yoxlamaları nəticəsində tətbiq olunub. Belə ki, şübhələn Bravo 3 marketdə Nog portağallı peçeniyə 100 qramlıq adlı məhsul qiymət kağızında endirimli qiymətinin 80 qəpik göstərilməsinə baxmayaraq 99 qəpiyə satılıb. Bununla da Bravoya 4000 manat məbləğində cərimə yazılıb. Bundan başqa, Valesto Brinza pendirli börək vitrində 1 manat 5 qəpik olduğu halda kassada 1 manat 29 qəpikdən hesablanıb. Yenə marketə 4000 manat cərimə yazılıb. Raffaello məhsulunun üzərində 15 manat 5 qəpik yazılsa da, kassada 16 manat 50 qəpiyə satılıb. Növbəti cərimə tətbiq olunub 4000 manat. Və 2 litrlik Aquavita qazsız su vitrində 92 qəpiyə olduğu halda kassada müştəri onu 1 manat 9 qəpiyə alıb. Bununla da Bravo Marketlər şəbəkəsi ümumilikdə 16.000 manat cərimələnib.